Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Demək, bu günləri mən baxıram, dünənki, bugünkü televiziyalarımızdakı o verilişlərə, əyləncə verilişlərinə, proqramlarına baxdım. O qədər mənə ləzzət elədi ki, hətta o uşaqlıq illərim gəlib xatırladı, mən yadıma düşdü. Və istədim bununla bağlı bir fikrimi bildirəm mən. Bilirsiniz ki, 2 ildən yuxarıdır ki, mən bu məsələ ilə bağlı mübarizə aparıram. Həm biz İnsan Haqları Müdafiə Təşkilatı olaraq, eyni zamanda da Qopuz Media qrupu olaraq biz mübarizə aparmışıq, 2 ilə yaxındır. Bunu bizim tamaşaçılar hamısı çox gözəl bilirlər və yadlarında da, xatirində də hamısına. Deməli, əziz dostlar, yenə təkrar edeyim, qoy bir daha, yəni dünənki, bugünkü proqramları baxdım, o qədər ləzzət elədi, o qədər mənə o cəmaət tərəfindən o qədərinə təşəkkürlər gəldi ki, sanki bu verilişin proqramını mən başlamışam, bu telekanalların rəhbəri mənəm, belə bir mən təşəkkürlər almağa başladım. Və baxıram ki, verilişlərin, proqramların çoxsunda da o vaxtki oxuyan adamları, geyimləri, keçimləri, gənclər də var, dəvət ediblər. Demək ki, istəsəydiniz, eləyərdiniz. Niyə eləmirdiniz? Niyə bu iyrəncilər? Təsəvvür edin ki, bir həftə bundan öncəki proqramlar insanın gözü önünə gəlir. Nə qədər iyrənc, nə qədər dəhşətli bir dərəcədə bir iyrəncilər var idi. Bu sosial şəbəkələrdən də yoxa çıxıb rədd olublar, bunlar. Niyə? Ona görə ki, telekanallarda olan çəkilişləri fraqment şəklində sosial şəbəkələrdə paylaşırdılar. Eyni iyrəncilləri sosial şəbəkələrə də yayırdılar. Baxıram, indi mən sosial şəbəkələrdə araşdırmalar apardım. Nə qədər oxuyanlar var, nə qədər ədəbli, ərkanlı, gözəl musiqiçilərimiz var imiş bizim. Onları bizə təqdim eləmirlər. Bizə əksinə olaraq çox üzr istəyirəm sizdən, gedib küçədən fahişələri gətirib, bizə Azərbaycan xalqına müğənni kimi sırıyırdılar bunlar. Halbuki müğənni də sonralar məlum oldu ki, bunlar hamısı fahişələrdir. Küçələrdə qalanlar mikrofonu verirlər, səsli, səsi o indi yeni texnikalar çıxıb, elə hala salırlar ki, yəni səsi olmayan adamda bir gözəl müğənni kimi qələmə verirlər. Demək, çox gözəl bizim əxlaqlı, tərbiyəli müğənnilərimiz var idi. Baxıram, bir xanım var idi, bayaq mənim rastıma gəldi, onun o fraqmentini mən orada kopya elədim, saxladım. Demək, Almazova Günel Almazova adlı bir xanım var oxuyan, təsadüfən çıxdı mənim qarşıma. Onun bir kopya elədim, onun indi verəcəm sizə. Bir epizod baxın, görün, bu xanımın oxunuşu, oxumağına baxın, bunun geyiminə, keçiminə baxın. Bu xanım sən demə neçə illərdir bu bizim toylarımızda, səhnələrimizdədir. Amma bunu telekanallar dəvət edən olmayıb. Yəni mən o telekanallarda görməmişəm. Mən indi gördüm, axtarış verdim onu. Nə qədər bunun o YouTube'da toy mərasimlərində və digər mərasimlərdə bunun çıxışları var, çox gözəl müğənnidir, çox belə ədəbli, ərkanlı, geyimə, keçə malik bir xanımdır. Sən demə, bunu biz tanımamışıq, bunu telekanallar vermir. Mən indi onu sizə verirəm, bir baxın, xahiş edirəm ona, sırf təsadüfən çıxdı mənim qarşıma, yəni bunu niyə göstərirəm sizə? Yəni gör, nə qədər belə bir bizim oxuyanlarımız, müğənnilərimiz var. Görmürük biz onu gizli şəkildə. Bax, indi mən bunu bu telekanallara, bu Space-ın rəhbərinə, Vado müəllim, bax, indi göstərirəm qızı. Çağırın, verin, səhnəni qoy oxusun. Qoy oxusun, eyni zamanda da buradan o Xəzər TV, Murad Dadaşov, bax, gör necə oxuyan var. Necə bunun qabiliyyəti, ədəb ərkanı, sırf təsadüf nəticəsinə çıxıb qarşıma, bilmirəm kimdir, nəyin nəsidir. Təsadüfən çıxdı, araşdırdım, axtarış verdim, gördüm, belə bir xanımdır. Buyurun, baxın, ondan sonra fikrimi davam eləyəcəm. Bir gözəl keçimi saygılarının, gərək oğlanımızın tay olsun dedim. Her zaman
Gördünüz də, baxın, görürsünüz necə oxuyanlarımız var bizim. Bax, bu xanımı mən bilirsiniz nəyə görə göstərdim? Sırf ona görə göstərdim ki, yəni xalqımız görsün ki, bizim müğənnilərimiz, bizim incəsənət fahişələrdən ibarət deyil. Bizim incəsənətimizi fahişəxanalara döndərən bu telekanallar idi. O aparıcılar idi. Baxın görün necə müğənnilərimiz var. Mən buradan indi Murad Dadaşova da, o Vadua müəllimə də buradan mən müraciət elədim. Baxın, dəvət edin, qoyuqsunuz orada. Qoyuqsun zamanların, insanların könlünü oxşasın. İndi baxıram, bayaq araşdırma aparım, görürəm ki, bu zaurlar var. O biri aparıcılar gedib, bu zaurlar qalıb. Əgərləri bu zaurlar burada aparıcılığına davam elətdirəcəksə, bu insanlarımızın mənəviyyatını yenə pozacaqlar bunlar. Mən şəxsən, mən ictimaiyyətin bir nümayəndəsiyəm. 30 ildir ki, mən ictimai siyasi sektorda fəaliyyət göstərən bir adam kimi deyirəm ki, mən o zaurların orada sifətini görəndə, orada kimin oxumağından asılı olmayaraq, veriliş hansı formatda çıxır ortaya, ondan asılı olmayaraq mən nifrət edirəm burada. İğrənirik artıq. Mən çünki bu adamın sırağa günkü halını tanıyıram. Bu adamı qorxuzublar, ona görə maskadadır bu. Bu adam maskadadır. Biz istəyirik ki, mənəviyyatlı insanlar olsun telekanallarda aparıcı. Bunların mənəviyyatı yoxdur. Bunlar bir həftə bundan qabaq hansı kökdə idilər ki? İndi kostyum qalıslıq vurub gəlib güya burada bu aparıcı olacaq. Xeyr, xeyr. Azərbaycan xalqı sizi heç də belə kostyumla qalıslıq geyməklə sizi fərqli tanımayacaq. Siz elə həminki adamlar. Sonra gələn mən buradan bir daha telekanalların rəhbərliyinə buradan yenə də müraciət edirəm. Bu zaurları yığışdırın burada. Yığışdırın, əks halda bizim məsələlərimiz, bizim mübarizəmiz bununla davam eləyəcək. Bunları yığışdırın, biz görmək istəmirik. Siz bir televiziya rəhbəri kimi, siz görmürsünüz kimi 2-3 gündür o sizin o sosial şəbəkələrdə paylaşan yeni verilişlərinizin altından Azərbaycan xalqı necə gözəl sözlər yazırlar, necə təşəkkürlərini bildirirlər. Görmürsünüzmü? Görmürsünüzmü? İctimai rəylə hesablaşmırsınızmı? Baxın görünsə necə təşəkkürlər. İnsanlar bezmişdi artıq. Bezmişdi. Ona görə də xahiş edirik, həmin bu zaurları da tez bir zamanla, nə qədər tez olsa bir o qədər telekanallardan yığışdırın. Yığışdırın ki, bizim gələcək nəslin tərbiyəsinə, əxlaqına maneçilik törətməsinlər. Bu adamlarda əxlaqlarında problem var. YouTube'larda var da bunların bir həftə bundan öncəki verilişləri 10 ildə, 15 ildə var da, vurursan gəlib çıxırlar da, onlar kimlərdir, nə kökdə həyat tərzləri var onların, nə kökdə tərbiyələri var. Yəni onu yenidən niyə televiziyada saxlamışsınız? Fundamental olaraq bütün bunlar hamısı dəyişilməlidir. Mən elə hesab edirəm ki, hələlik bugünkü bu mən fikrimi çatdırdım. Əziz dostlar, siz Qopuz TV-də idiniz, Qopuz Media qrupu olaraq hər birinizə təşəkkürümüzü bildiririk. Bizə diqqətlə dinlədiyiniz üçün, bizim telekanallara, bizim telekanala diqqətini baxdığınız üçün, çoxsaylı baxışlarınız üçün hər birinizə təşəkkürümüzü bildiririk. Qopuz Media hər zaman sizin yanınızda olacaqdır. Çox sağ olun, gecəniz xeyrə qalsın.